değerli ailelerimizdensiniz. Ben rayonumuzun icra hakimiyyəti başçısı kimi sizlerden çok razıyam. Bugün burada güzel ailelerimiz iştirak edirlər. Ümumiyyətlə Suraxanlı rayonu şəhidlərimizin əmanətləri, ailə üzvləri, hamısı öz dövlətinə, xalqına, millətinə bağlı insanlardır. Siz də xüsusilə özünüzün davranışınız, özünüzün münasibətiniz, biz rayon icra hakimiyyəti əməkdaşlarının qəlbində özünə bir yer qurubdur, özünə bir ocaq qurubdur. Mən sizlərdən, mən bilirəm ki, xalqımız, millətimiz, rayonumuzun digər sakinləri də sizdən razıdırlar. Mən də bir başçı kimi sizdən çox razıyam. Allah sizlərdən razı olsun. Siz hər zaman digər insanlarımıza örnek olmuşsunuz, digər insanlarımıza nümunə olmuşsunuz. Bu nümunəlik sizin qəlbinizdən, içinizdən, sizin soy kökünüzdən gələn nümunəlikdir. Çünki siz onu ne oxumaq olar, onu ne dükkandan almaq olar, onu ne hediye etmək olar. O daxildən gələn bir hisslərdir ki, siz o hisslərlə biz insanları sevindirirsiniz. Necə ki, siz bu günləri vətənimiz üçün değerli bir ailəsiniz, eləcə də biz xalqımız üçün, insanlarımız üçün də değerli bir ailəsiniz. Ben bir daha bəyimizə, gəldimizə xoşbəxtlik arzu edirəm. Bugün onlar bir ocaq qururlar, bugün onlar bir təməl qururlar. Ben Allah'tan arzu edirəm ki, bu ailənin təməli çox möhkəm olsun, əbədi olsun, uzun ömürlü olsun. Bu gənc ailəmiz öz övladlarıyla sizləri sevindirsin, xalqımızı, millətimizi sevindirsin. O övladlar xalqımızı ən ali tribunalarda təmsil etsinlər, bayraqlarımızı dalğalandırsınlar, himnimizi səsləndirsinlər. Qoy hər zaman siz övladlarınıza baxıb sevinəsiniz, onların övladlarına baxıb sevinəsiniz. Qoy onlar hər zaman sizi sevindirsin. Siz bir daha təkrarlayıram, değerli bir ailəsiniz, güzel bir ailəsiniz, bizler için çok əzizsiniz. Ben öz adımla, kollektivimiz adımla, inşallah Uğar müəllim rayonumuzun Yeni Azərbaycan Partiyasının sədri de öz ürək sözlerini diyecek. Ben burada iştirak eden, iştirak etmeyen, dəvət almayan əməkdaşlarımız adından sizi təbrik edirəm. Qoy Uca Allah bu iki evladımızı xoşbəxt eləsin. Qoy onların bir daha təkrarlayıram, övladları öz uğurlarıyla sizi, bizi, xalqımızı, dövlətimizi, millətimizi sevindirsin. Allah xoşbəxt eləsin. Gözünüz aydın olsun. Təbrik edirəm.